Zaqatala rayonunda fəaliyyət göstərən Azərişıq İdarəsinin müdiri Rəşad müəllim öz işinə məsuliyyətlə yanaşan, peşəkar, prinsipal rəhbər kimi tanınır. O, rayon ərazisində elektrik enerjisinin fasiləsiz və keyfiyyətli şəkildə təmin olunması üçün daim nəzarəti gücləndirir. Texniki heyətin fəaliyyətini yüksək səviyyədə koordinasiya edir. Rəşad müəllimin rəhbərliyi ilə həyata keçirilən yenidən qurma və təmir işləri, köhnə xətlərin yenilənməsi və operativ müdaxilə tədbirləri sakinlərin rahatlığının təmin olunmasına mühim töhfə verir. O, vətəndaş müraciətlərinə həssas yanaşır, hər bir problemi diqqətlə araşdıraraq ədalətli və çevik qərarlar qəbul edir. Kollektiv daxilində sağlam iş mühitinin formalaşdırılması, əməkdaşlara göstərilən diqqət və dəstək Rəşad müəllimin rəhbərlik keyfiyyətlərini bir daha nümayiş etdirir. Onun məqsədi yalnız cari problemləri həll etmək deyil, həm də uzun müddətli inkişafı təmin etməkdir. Belə məsuliyyətlə və fədakar rəhbərlərin fəaliyyəti dövlət qurumlarına olan inamı artırır və cəmiyyətə xidmət prinsiplərini daha da möhkəmləndirir. Rəşad müəllimə gələcək fəaliyyətində yeni uğurlar, müvəffəqiyyətlər və möhkəm can sağlığı arzulayırıq.